Euzu billahi semiyil alim mineşşeytanirracim. Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billahil aliyyil azim. Allahumme salli ala Muhammedin ve ali Muhammed ve accil ferecehum ve ehlik aduvvehum minel cinni vel insi minel evveline vel ahirin. Əzizlər, 1344-cü il Hicri qəməri təqviminin Şəvval ayının 8-də İslam tarixində yeni bir növbəti acı və faciəli hadisə baş vermişdir ki, bu hadisə Hicri qəməri təqvimi ilə 103 il öncə, miladi təqvimi ilə isə dəqiqən 100 il əvvəl demək baş vermişdir. Bu hadisə Hz. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin şəhəri olan Mədinə-i Münəvvərədə baş vermişdir. Mədinə-i Münəvvərənin müqəddəs ərazi və məkanlarından olan Bəqi qəbirstanlığının dağıldığı gündür. Bu hadisə baş verəndən sonra alimlər, xüsusən Şiə məktəbinin alimləri, xətibləri, vaizləri öz söhbətlərində Şiə toplumuna əzadarlıqlarda yazdıqları kitabda bu günü Yevmul Hədim günü kimi yaddaşda saxlamışdılar. Və dedik ki, bu hadisə Peyğəmbərimizin Mədinə-i Münəvvərəsində baş vermişdir. Hansı bir zamanda, hansı bir dönəmdə, elə bir zamanda ki, Hz. Peyğəmbərimizin bu şəhərə gətirdiyi dinin yaşı təqribən 1350 il idi. Yəni 13 əsr yarım idi ki, bu şəhərin əhalisinin əcdadları Allahın dininə iman gətirmişdilər, dinin ayinlərinə riayət edirdilər, Peyğəmbərin sünnətini yaşayıb və yaşadırdılar. Bəs nə baş verdi? 1350 ildən sonra İslamın müqəddəs məkanı olan, İslam ayinlərinə uyğun olan bir müqəddəs qəbirstanlıqda İslam atributlarına uyğun olan memariyyət bir günün içində yerlə yeksan olunur və bugünkü faciəvi bir demək görünüş alır. Nə baş verir? Əzizlər, bəzi vaxtı tarixi təkrar eləmək lazımdır. Çünki tarix təkrar olunmayanda, xüsusən də bizim bu dönəmimizdə ilbəil yaddan çıxır, görürsən ki, hər şey unudulur. Və biz bəzi mövzular var tarixdə, bəzi hadisələr vardır ki, biz onları həmişə gərək gündəmdə aktual saxlayaq. 1744-cü ildə Ərəbistanın Nəcd məntəqəsində Əddəriyyədə bir ittifaq baş verir. Yəni bir saziş imzalanır. Bu saziş iki Muhammədin arasında imzalanır. 1744 miladi təqvimi ilə. Bir Muhammed İbni Əbdülvəhhabdır, ikinci isə Bin Sauddur. Pərdə arxasında özü görünməyən pərdə arxasında olan İngilis cəsusu Mr. Hemferin illər boyu göstərdiyi səylər və apardığı işlər nəticəsində təyin və müəyyən olunmuş hədəf və məqsədlərə uyğun ki, onun xüsusi bir tapşırığı var idi. Mərkəzdən ki, İslamın necə aradan aparaq proyektinin yaşanması üçün ilk növbədə İslamın vəhdət və İslamın birliyinin pozulması idi. Və Mr. Hemfer hamımız bilirsiniz ki, demək illər boyu apardığı axtarışlarda uzun illərdən sonra nəhayət həyatında İraqda demək Muhammed bin Əbdülvəhhabı tapır və onun demək şəxsiyyətini demək tam araşdırdıqdan sonra, tam yəqin hasil olduqdan sonra bu adamın üzərində demək proyektin icrası üçün bir hesabın açılması tam münasib olur və öz zamanında
doğma evindən, atasının tərəfindən, qardaşının tərəfindən, yaşadığı məntəqənin əhalisinin tərəfindən qovulmuş bir Muhammed bin Abdülvəhhabi bir neçə ildən sonra plan üzrə qaytarırlar Nəcdə. Və Nəcdə də demək bugünkü Ali Saudun demək qəbiləsi tam bu işlərə uyğun olduğu üçün, münasib olduğu üçün 1744-cü ildə bu ittifaq baş verir və saziş imzalanır. O gündən etibarən demək Vəhhabiyyətin, Zəlalət firqəsinin demək batil düşüncəsi demək təməli qoyulur və Nəcd vilayətindən bu təbliğat başlanır. Yeni İslam dünyasında yeni bir sekular cərəyan yaranır. Vəhhabiyyət və Ali Saud cərəyanı. O gündən etibarən İslam dünyası üçün yeni bir bəlalar və müsibətlər başlanır. Əvvəla diqqət eləyək, bu məntəqənin ki adı Nəcddir. Həm Muhammed bin Abdülvəhhab, həm Muhammed bin Saud, hər ikisi bu məntəqədəndir. Əzizlər, bildiyimiz kimi əhli sünnət aləminin demək ki, Kutubu Sihah-ı Sittə adlı bir demək ki, müqəddəs 6 səhih kitabları var. Qurandan sonra daha doğrusu səhih kitablardır. Onların da, o kitabların da önündə gedən Səhih Müslim və Səhih Buxaridir. Səhih Buxaridə bu Nəcd məntəqəsi üçün Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir hədis nəql olunur. Və hədisin məzmunu budur ki, Allahın Rəsulu bir gün Şam ərazisini, məntəqəsini dua eləyir, sonra Yəmən üçün dua eləyir, xeyli bərəkət istəyir. Yerdən bir nəfər səhabələrdən deyir, ya Rəsulallah Nəcd. Peyğəmbər deyir, yoxdur. Yəni yox, Nəcdi dua eləməyəcəm. Və niyə dua olunmur bu Nəcd? Peyğəmbər deyir ki, Nəcdi əvvəla Peyğəmbər Nəcdin demək ki, xeyri bərəkətdən məhrum eləyir, öz dualarından məhrum eləyir. Niyə? Çünki Peyğəmbər deyir ki, gələcəkdə bu məntəqə fitnə və fəsada düçar olacaq. Burada zəlzələlər, fitnələr, yəni bəlalar, sonra burada problemlər, burada siyasi və ictimai savaşlar, müharibələr, döyüşlər olacaq. Və son sözü Peyğəmbərin bu olur ki, şeytanın buynuzu oradan çıxacaq. Yəni, fitnənin qüdrəti, zəlalət və fəsad buradan baş qaldıracaq. Əgər, və bu hədisin də sənədi də səhihdir. Bu hədisi biz Nəcd vilayətinə, yəni Nəcdin bu məntəqiyə, buradakı həm Muhammed bin Abdülvəhhab və həm Muhammed bin Saud dünyaya gəliblər, tətbiq eləsək və bu iki cərəyanın, yəni həm ideoloji cəhətdən, həm siyasi cəhətdən Saudilərin və Vəhhabilərin demək bugünkü gün İslam dünyasına vurduğu zərbələri biz nəzərdən keçirsək, görərik ki, Peyğəmbərin bu hədisi doğrudan da elə yer almışdı və Peyğəmbər doğrudan da bu ümmətə o məhəllənin, o məntəqənin demək nə qədər fitnə fəsad, nə qədər zəlalət dolu bir yer olduğunu və şeytanın buynuzunun oradan çıxmağını Peyğəmbər bizə xəbər vermişdi. 1700 təqribən 56-da Muhammed bin Saud ölür. Və onun yerinə kim gəlir? Onun yerinə gələn Saud ibni, onun yerinə gəlir Abdüləziz ibni Muhammed və Abdüləziz ibni Muhammeddən sonra gəlir Saud ibni Abdüləziz. Muhammed bin Abdülvəhhab isə 1792-ci ildə o da ölür. Daha demirəm, vəfat edib, ölür. Amma bu 48 il ərzində Muhammed bin Abdülvəhhabın Nəcd məntəqəsində yaşadığı devirdə insanların düşüncəsini dəyişir və o məntəqədə illər boyu yaşanmış İslami tohid əqidəsi tam xasiyyətini dəyişir və Vəhhabiyyətin düşüncəsinə görə yeni bir tohid görünüşü müsəlmanlara təlqin olunur. Allaha
qulaq, əl, ayaq, göz, surət, nisbət vermək düşüncələri, tohidi peyda olur və təbii ki, bu özü ölüb gedəndən sonra da bu ideologiya o məntəqədə yaşanır. Saud bin Abdüləziz 1802-ci ildə bu ideologiyanın haqq olmasını şüar edərək ilk növbədə birinci hücumu İslam dünyasından başlayırlar. Qədir Xum günü 1802-ci il hücum çəkirlər müqəddəs Kərbəla şəhərinə. Və Kərbəla şəhərində 2000-dən 5000-ə qədər insanı, zəvvarı qanına qəltan eləyirlər. O vaxt nə müqavimət xətti vardı, nə müqavimətçilər ki, bu zəvvarları müdafiə eləsinlər. Hərəmlərin keşiyində dursunlar. Bundan sui-istifadə eləyən Saud bin Abdüləzizin rəhbərliyi altında vəhşi vəhabilər şiələri qanlarına qəltan eləyirlər, qarət eləyirlər, hərəmin günbədini dağıdırlar, hərəmi qarət eləyirlər və o dövrün müasirin demək ki, tarix yazar alimlərindən Misirli görkəmli bir tarixçi yazır ki, Əbdürrəhman Əl-Cəbərtiyi bunu yazır. Yazır ki, tarixi hesabatda demək ki, İraqa xaricdən böyük bir hücum oldu və bu faciə yaşandı. Hətta bəzi əhli, demək, vəhabiyyətin tarix yazarları da bu tarixin, demək, bu hadisəni qeyd edirlər. Amma cüziyyatı ilə yox, onu detallıqla qeyd eləmirlər. Bunların işi budur. Və biz görürük ki, vəhabiyyət doğrudan da demək Ali Səudla əl-ələ verib İslamın başına hər əsrlərdə demək ki, bəla gətirdiyi kimi ta bu hadisə gəlir 1926-cı ilə çıxır. Orada artıq indiki Saudiyyə hökumətinin yaradıcısı Abdüləziz bin Saud demək, onun vəhabiyyətin alimlərinin verdiyi fətvalara əsasən Bəqi qəbristanlığını da yerlə yeksan eləyirlər. O halə qədər demək ki, Kərbəladan sonra göstərilən səylər həm Mədinədə bir sıra dəyişikliklər olur. 1802-dən 1804-ə qədər ta 120 il ərzində bunlar 3 dəfə qüdrətə çatırlar, 2 dəfə qüdrətdən düşürlər. Çünki Nəcddə Peyğəmbərin buyurduğu hədisə əgər diqqət etsək, demək, Saudiyyənin hakimiyyətinin ikinci dövrəsində öz aralarında daxili çəkişmələr, qan tökmələr və Ali Rəşid qəbiləsi ilə bunların demək, müharibələri və bunların Nəcd şəhərindən qovulması bunların 3-cü dövrəsinin, yəni Ali Saud hökumətinin 3-cü dövrəsi Ər-Riyaz məntəqəsində demək ki, baş tutduğu üçün, orada möhkəmləndiyi üçün bu günləri də Saudiyyə Ərəbistanı 1936-cı ildə Saudiyyə Ərəbistanı adlı hökumət elan olunandan sonra paytaxtı da gətirdilər, qoydular harda? Ər-Riyadda. Əzizlər, diqqət edək, bu hakimiyyət ilə bu hakimiyyətin demək xidmətində olan vəhabiyyət düşüncəli İslam ideologiyası birlikdə İslam dünyasının ən böyük ləkələrindəndir ki, bu ləkəni əfsuslar olsun, demək aradan aparmaq olmur. Bunlar öz hökumətlərini qurandan sonra 1936-cı ildə Saudiyyə hökuməti Kəlmə-i Təyyibəni İslamın rəmzi olan yaşıl bayraq üzünə həkk elədilər. Və bir qılınc, yəni İslamın müdafiəsi üçün. Və Kəlmə-i Təyyibə, yəni La ilahə illallah, Allahdan başqa heç bir ilah yoxdur. Muhammedun Rasulullah sallallahu aleyhi və səlləm, Muhammed onun elçisidir adlı bir demək, Kəlmə-i Təyyibəni bir ölkənin bir rəmzi olaraq bayrağın üzərinə bunlar bunu həkk elədilər. Amma bu hökumət Allahdan başqa heç bir ilah yoxdur. Muhammed onun elçisidir, rəsuludur
deyənləri müdafiə etmək üçün qurulmadı və onların da özləri heç bir zaman bu işə meyilli olmadılar. Allah rəhmət eləsin, şəhid Seyyid Qutb dedi ki, gördüyünüz bu ərəb qoşunları İslamı və müsəlmanları qorumaq üçün deyil, sizi öldürmək üçün gəlirlər və heç bir zaman siyonistlərə bir güllə belə atmayacaqlar. Biz bugün bunun canlı şahidiyik. Səudiyyə Ərəbistanının hərbi təyyarələrinin üzərində bu yazı yazılıb. Allahdan başqa heç bir ilah yoxdur, Muhammed onun elçisidir, Muhammed Allahın elçisidir. Yazısı ilə olan, uçan, demək, döyüş təyyarələri havaya qalxanda bu döyüş təyyarələrindən yerə düşən bombalar ancaq müsəlmanların başına düşüb. Və onların sponsorluq elədiyi, Amerikada, demək ki, silah biznesi, silahlar hamısı hazır olandan sonra o silahlarla müsəlmanlar öldürülüb. Siyonistlərin pulun, parasın Ali Saud hökuməti, Ali Saud hakimiyyəti, ailəsi ödəyib, sponsorluq eləyib, Amerika silahı istehsal eləyib və silahı təhvil veriblər İsrailə, Siyonizmə ki, onlar da Qəzzədə minlərlə günahsız insanların illər boyudur qanlı tökürlər. Odur ki, şəhid Seyyid Qutb haqlıymış ki, gördüyünüz bu Arab qoşunları İslamı və müsəlmanları müdafiə etmək üçün deyil, sizi öldürmək üçün gəlirlər və siyonistlərə bir güllə belə atmayacaqlar. Allah təbarək Təala İslam dünyamızı bu şər qüvvələrin əlindən qurtarsın və nicat versin.